Bugün Dünya Baxışını izləyəcəksiniz. Rusiyada daşqının səbəbi araşdırılır. Hillary Clinton Manqolistandadır. Hakerlər 600 min kompüter ələ keçirib. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Kofi Annan Suriya prezidenti Bəşər Əl-Əsədlə görüşünü konstruktiv və səmimi adlandırıb. Dəməşqdə müxbirlərlə söhbəti zamanı o deyib ki, danışıqlar hökumət və müxalifət qüvvələrinin zorakılıqlara son qoyulması üzərində mərkəzləşib. Kofi Annan artıq aylardır ki, Suriyada sülhə nail olunmasına çalışır. Lakin onun səyləri indiyədək heç bir nəticə verməyib. Dünən Almaniya televiziyasına müsahibəsi zamanı Əsəd, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətəri terrorçulara dəstək verməkdə günahlandırıb. BMT isə Suriya qüvvələri və ya Əsəd hökumətinin terrorçu adlandırdığı döyüşçülərin zorakılıqların məsuliyyətini daşıyıb-daşımamasına dair müstəqil təhqiqat aparılmasını istəyir. Bu arada Rusiya müdafiə rəsmiləri vəziyyət sakitləşənədək Suriya silah satışının dayandırılacağını bəyan edib. Suriya prezidenti Vladimir Putin deyib ki, Suriya hökuməti və müxalifəti müzakirələrə məcbur edilməlidir. Prezidentin çağırışı Rusiya Xaricilər Nazirinin Suriyanın müxalifət nümayəndəsi ilə Moskva görüşündən sonra səslənib. Misirin Ali Məhkəməsi parlamentin aşağı palatasının buraxılması hökmünü qüvvədə saxlayıb. Misir parlamentinin spikeri Prezident Məhəmməd Mürsinin buraxılma qərarını ləğv etməsindən sonra parlamentin aşağı palatasını bu həftə sessiya keçirməyə çağırıb. Misirin Middle East News agentliyi Səid Əl-Katatninin qanunvericiləri sabah sessiya keçirməyə çağırdığını bildirib. Ötən ay seçki prosesində saxtakarlıq aşkar etdikdən sonra aşağı palatanın buraxılması hökmü verən Ali Konstitusiya Məhkəməsi prezidentin sərəncamını müzakirə etmək üçün bugün görüş keçirib. Yeni prezident eyni zamanda bu ilin sonlarında keçiriləcək parlament seçkilərinin Misirin yeni konstitusiyasının qəbulundan sonra 60 gün ərzində keçirilməsinə dair sərəncam verib. Dünyaya Baxış web xəbər bülletenini izləyirsiniz. Rusiya prezidenti Vladimir Putin ölkənin cənubunda daşqınların 150-dən çox insanın həyatına son qoymasından sonra aidiyyatı qurumlardan cavab tələb edib. Dövlət televiziyası cənab Putinin Fövqəladə Hallar Nazirliyinin rəsmiləri ilə danışdığını və rəsmilərin onu daşqının yaxınlıqdakı bəndə problemlər səbəbilə yaranmadığına əmin etdiyini göstərib. Bu iddianı yerli əhali irəli sürüb. Daşqınların ən ciddi təsirinə məruz qalan Krımsk şəhərinin sakinlərinə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Keçən həftənin şənbə günü gecə yarısı ciddi daşqınlar evləri dağıdaraq, maşınları və qarşısına çıxan hər şeyi öz cənginə alıb. Çox saylı sakinin boğulduğu deyilir. Şəhərlərin çoxu elektrik enerjisiz və içməli susuz qalıb. Manqolistanda səfərdə olan ABŞ-ın dövlət katibi Hillary Clinton demokratiyanı önə çəkmək və Amerika iqtisadiyyatının regionda mövcudluğunu artırmaq üçün Asiya səfərini davam etdirir. Xanım Clinton bugün Manqolistan paytaxtı Ulan-Batorda keçirilən Beynəlxalq Lider Qadınlar Forumunda çıxış edib. O, iqtisadi inkişaf üçün demokratiyanın vacibliyini vurğulayaraq deyib ki, bunların biri olmadan o birinə nail olmaq qeyri-mümkündür. Dövlət katibinin sözlərinə görə 21-ci əsrdə Asiyada insanlar yalnız varlı olmağa çalışmamalıdır. Onlar həm də azad olmalıdırlar. We need to make the 21st century a time in which people across Asia. Xanım Clinton habelə ölkə prezidenti Saxya Elberg-Dorjla da danışıqlar aparıb. ABŞ dövlət katibinin Asiya səfərinə Manqolistandan başqa Laos, Kamboca və Vietnam da daxildir. 100 minlərlə insan keçən il kompüterlərə yeridilən qlobal virusun qurbanı ola bilər. Şərqi Avropalı hakerlərin yaratdığı virus insanların internetə çıxışını qeyri-mümkün edib. Facebook və Google şirkətləri istifadəçilərinə xəbərdarlıq edir ki, onların kompüteri bu virusa yoluxa bilər. Keçən il hakerlər saxta onlayn reklamdan istifadə edərək 600 mindən çox kompüterə çıxış əldə edib və istifadəçilərin məlumatını ələ keçirib. Bugün Dünyaya Baxışda sizə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan, Amerikanın Səsinin televiziya studiyasından mən Emil Quliyev sizinlə xudafisləşirəm. Siz həmişə olduğu kimi Amerikanın Səsini www.amerikanınsəsi.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.